Uzun müddətdir ki, biz Kaspiyanca jurnalının çap versiyasına daha çox üstünlük verirdik. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri də odur ki, Kaspiyanca jurnalı çap versiyası dünyanın 70 ölkəsindən çox ölkədə yayılır və 20-dən çox ölkədə əlavə çap olunur. Buna əsaslanaraq biz Kaspiyanca jurnalının saytını yaratmamışdıq. Hal-hazırda bu proses tamamlanır və bir müddətdən sonra biz sizin diqqətinizə, mən bu məlumatla həm sizinlə, həm bizim tamaşaçılarla bölüşürəm ki, biz artıq beta versiyada mümkündür o sayta baxmağa. Mən ümid edirəm bu titrlarla burada göstəriləcək saytın adı və biz belə bir şey yaratdıq. 1999-cu ildən bu günə kimi bütün müsahibələr, məqalələr, orada bildiyiniz kimi həm ölkə prezidentlərinin, ölkə baş nazirlərinin, nazirlərin, dünya ekspertlərinin, həm energetikada, həm iqtisadiyyatda olan ekspertlərin məqalələri, müsahibələri yerləşdirilir və kimsə elmi iş yazaraq, dissertasiya yazaraq, hansısa elmi məqalələr yazaraq birbaşa olaraq istinad edərək Kaspiyanca jurnalına elmi iş yazıb, elmi məqalə yazıb, yaxud dissertasiya qoruyaraq orada olan çox keyfiyyətli, vacib məlumatı istifadə edə bilər. Və əlbəttə ki, çox önəmlidir ki, bu Xəzərin tarixidir. Tək Azərbaycanın tarixi deyil. Xəzərdə gedən proseslər 1999-cu ildən bu günə kimi orada əks olunub və mən əminəm ki, hamıya maraqlı olacaq. Hamını bu saytı izləməyə və bu saytda olan məlumatı oxumağa dəvət edirəm.